Xaçmaz rayonunun Gəndab, Xaçmaz, Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi, Köhnə Xaçmaz, Xaspolad Oba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Müşfiq, Müşkür, Hacıqazma, Hacı Əhmədoba, Şərifoba, Qaracəlli, Xəzər avtomobil yolu əsaslı təmir olunacaq. İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncam əsasən 12.000 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndab, Xaçmaz, Yalama, Rusiya Federasiyası ilə dövlət sərhədi, Köhnə Xaçmaz, Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Müşfiq, Müşkür, Hacıqazma, Hacı Əhmədoba, Şərifoba, Qaracəlli, Xəzərli avtomobil yolunun əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.19.21-ci yarım bəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. İqtisadiyyat Nazirliyi bu sərəncamın birinci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulacaq. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.